Data analitika nədir və data science nədir? Data scientist olmazdan qabaq data analitikanı yolunu keçməlidirmi? Və yaxud da ki, məsələn, data analist olur, daha sonra data engineer olur, daha sonra data scientist olur. Data analitik olmaq üçün ciddi tətbiqi riyaziyyatçı olmağa ehtiyac yoxdur. Salam yoldaşlar, Codestar izləyiciləri. Bugünkü verilişimiz çox maraqlı olacaq həmişə kimi. Çox informativ, çox fərqli mövzulara toxunacağıq. Deyərdim ki, Azərbaycan dilli kontent üçün çox maarifləndirici bir məhsuldan gəlmişik. İndi sual-cavab olacaq. İnformativ hissəmiz də var, maarifləndirmə hissəmiz də var, tövsiyə hissəmiz də var. Hər bir şey var. Xırda-xırda getmək istəyirik. Nəinki Azərbaycan dilində. Hətta bəli, xarici dildə də bunu çox çətin tapa biləcəyiniz bir kontent olacaq. Başlayaqmı? Başlayaq. Getdik informativ hissəyə. Suallar qoymuşdu Rüstəm. Data sektoru ilə bağlı nə qədər insanın sualı varsa yazın. Yazıblar, hissəyə gedək. Birinci sualımız odur ki, data analitika nədir və data science nədir? Hər ikisində data sözü var deyənə çoxsu çaşdıra bilər ki, data analitika ilə data science eynidir. Data analitika nə edir? Əsasən, məsələn, bir biznes sektorunda olan datalar, olan müştərilərin sorğularıdır, kredit rekordlarıdır və s. Bunların hamısını izləyir, yəni keçmiş tarix, indiki olan tarix, datalar lazım olanda təmizləyir, vizuallaşdırır, daha mənalı və aydın şəklə gətirir. Və hal-hazırda biznesin proqresi necə gedirsə, alış-verişi necə gedirsə, müştəri sorğuları necə gedirsə və s. o barədə daha aydın, dəqiq statistika və reportlar çıxardır. Adətən data analitik SQL-dir, Power BI-dir, Python-dur, müəyyən səviyyədə Tableau-dur, bu texnologiyalardan istifadə edir. Data science isə biraz fərqlidir. Data science daha belə deyim, bu daha çox elmi tərəfdir. Gəl belə eləyək. Gəl onu qatmayaq. Ayrı-ayrı bir izahatını verək orada. Birinci fərqlərdən, izah elə ki, nədir bu? Data analitika nədir? Data science nədir? Və ondan sonra artıq gedək həm fərqlərinə belə suallarımız davam edək. Ən yaxşısı praktik nümunə gətirməkdir. Tutaq ki, böyük bir biznes, marketinq şirkətisiz, düzdürmü? Data analitik sizdə nə işlər görəcək? Data analitik indiyəcən olan dataları analiz edəcək, filtr edəcək, vizuallaşdıracaq. Məsələn, proqresiniz necə gedir? Məsələn, nə qədər müştəri yığmısınız, nə qədəri qalıb sizinlə, şikayətlər nə olub və s. Ümumi bir şəkil verəcək ki, sizin biznesiniz hal-hazırda hansı yerdədir? Tarixi daha dərindən analiz edir. Data analitik odur. Bəs data science? Data science odur ki, eyni datalarla işləyir. Amma data scientist daha qabaqcıl statistik modellər və süni intellekt texnologiyaları istifadə edir ki, daha qəliz qanunardıcılıqları tapsın sizin şirkətdə və daha yaxşı gələcək olan data üzrə daha gələcək belə deyim proqnozları daha yaxşı versin. Məsələn, tutaq ki, data science, məsələn, YouTube-a daxil olursunuz, düzdürmü? Sizin baxdığınız videolarda izlədiyiniz, neçə dəqiqə baxmısınız, hansı uzunluqda videolara baxmısınız, hansı kateqoriyada, bunlar özü datada yığılır. Və data science tərəfi odur ki, bunları analiz eləməklə süni intellekt texnologiyaları, maşın learning texnologiyalarından istifadə eləməklə sizin zövqünüzə ən uyğun videoları, rekomendasiyalara çıxardır. Yəni sadəcə recommendation sistemlər. Yəni başa düşə bilərsiniz ki, bu artıq data science hissəsidir. Bəs yaxşı, ən vacib sual. Data science özü nədən ibarətdir? Data science özü nədən ibarətdir? Tətbiqi riyaziyyat və machine learning əsas. Yaxşı, tətbiqi riyaziyyat konkret olaraq nəyə nəzərdə tutursan? Tətbiqi riyaziyyat deyim, ehtimal nəzəriyyəsi, statistika, xətti cəbir, kalkulus, yəni differensial təhlillər, sonra deyəlim vektor algebra və s. Bunlar tətbiqi riyaziyyatdır. Bəs yaxşı, data injiner nədir? Data injiner nədir? Məsələn, data injiner data scientist üçün lazımdır. Daha doğrusu data injiner kimdir də, nədir biraz? Hə, data injiner kim? Yəni həmən praktik nümunəyə qayıdam. Tutaq ki, marketinq şirkətiniz var da sizin. Gündə nə qədər yeni datalar yaranır sizdə, düzdürmü?
Nə qədər insan qeydiyyatdan keçir, nə qədər insan videolarınıza baxır, gəlir müştəriləri və yaxud da ki, fiziki olan, münasibətdə olan informasiyalar data şəklində sizin serverə yüklənilir, sizin sistemə. Bunlar hamısı datadır. Və data scientist də, data analitik də o datalardan bir informasiya çıxartmaq üçün o datalar düzgün şəkildə düzülməlidir, filtr olunmalıdır. Data injiner nə edir? O dataları ümumi bir mərkəzləşdirilmiş sistem yaradır ki, o data düzgün yığılsın, düzgün qalsın yaddaşda. Müxtəlif databaza texnologiyaları istifadə edir onun üçün. Datanı lazım olanda təmizləyir, pipeline-lar qurur və s. Yəni data injiner bir növ siz software injiner kimi başa düşün. Amma o software injiner ki, sırf data oriented işləyir. Belə. Yəni bu data injiner olmasa, data scientist nə qədər güclü olsa, düzgün datalar, strukturlaşdırılmış datalar yoxdursa şirkətində, o düzgün predictionlar, proqnozlar da verə bilən deyil. Və yaxud da ki, data analitik düzgün statistika apara bilən deyil. Elə bil ki, məsələn, su hövzəsidir, borularıdır. Data elə bil ki, burada maye kimi götürə bilərik də. Bəli. Düzgün axındır, düzgün təzyiqdir, Bəli. harda yığılacaq, hardan hara gedəcək, bu tip şeylər. Bəli, data injiner ona baxır. Adətən data peşəkar belə deyim, inkişaf etmiş şirkətlərdə data analitik, data injiner və data scientist bir-birindən sıx işləyir. Bunlar hamısı bir-birindən asılıdır. Okay. Növbəti sual odur ki, machine learning nədir? Amma mən bu sualdan qabaq bir dənə sual vermək istəyirəm. Bir adam tam ki, hiyerarxiya ilə getsək, data scientist olmazdan qabaq data analitikanı yolunu keçməlidirmi? Və yaxud da ki, məsələn, data analist olur, daha sonra data engineer olur, daha sonra data scientist olur. Elə bir şey varmı? Var və çoxsu da o barədə çox böyük səhvlər edir. Məsələn, deyir ki, çoxsu deyir ki, data engineering-i bacarım, sonra data science-ə keçim və yaxud da ki, data analitikana başlayım, sonra data science-ə keçim. Düzgün deyil. Onsuz da belə deyim də, siz data science-ə getmək istəyirsinizsə, yəni siz software injiner olmalı deyilsizsə, data engineer qədər. Müəyyən bir elementlərlə rastlaşacaqsınız. Yəni biz sırf kateqoriyalaşdıranda o demək deyil ki, bunlar ayrı kapsullardır. Bunların bir-birindən toqquşduğu nöqtələr var. Məsələn, data analitiklə data science-ın statistik bəzi modelləri toqquşur. Vizuallaşdırma data science-da da var. Ancaq məsələn kimsə tutaq ki, data injineri olmaq istəyirsə, sırf data injiner olur. Düzdür, data injiner müəyyən bir təəssürat yaranır ki, data scientist nə işlərlə məşğuldur, amma o demək deyil ki, data science-ı da öyrənməlidir, data injiner olmaq üçün elə bir şey yoxdur. Data analitik isə özü segmentli bir işdir. Yəni mən data analitik, tutaq ki, mən data analitikəm, düzdürmü? Müəyyən səviyyədə skript kodlar yazıram, SQL sorğuları bilirəm. Amma mən SQL-i data injiner qədər dərin bilməli deyiləm. Və yaxud da ki, statistikanı data scientist qədər dərin bilməli deyiləm. Və yaxud da ki, mən data analitikimsə, mən data scientist kimi machine learning-i ümumiyyətlə bilməli deyiləm. Yəni süni intellekt sistemləri. Bəs yaxşı data analitikada keçirilən statistika, mən bildiyim qədər orada da keçirilir statistika. Data science qədər dərin olur yoxsa yox? Yox. Ümumiyyətlə müqayisə olunmaz dərəcədə. Amma o bizi aldada bilər də. Məsələn, mən analitik kursunda məsəl üçün atıram, data analitika kursunda statistika öyrənmişəm. Mənim artıq riyazi bazam var deyə bilərikmi? Xeyr, qətiyyən deyə bilməz. Yəni data analitik olmaq üçün ciddi tətbiqi riyaziyyatçı olmağa ehtiyac yoxdur. Okay. Və orada dediyin statistik modellər daha çox əzbərçi şablon modellər kimi öyrənilir ki, belə tip data gələndə bu qanunardıcılığa görə bu statistik modeli istifadə etməyin daha yaxşıdır. Amma data scientist lazım onda statistik modelləri sıfırdan özü üçün qurur. Okay. Data science yəni elmi tərəfidir. O hər şeyi sıfırdan özü də qura bilir. Yəni onun artıq elm tərəfidir. Keçək machine learning-ə. Keçək. Yaxşı, machine learning. Machine learning ümumiyyətlə ən belə nüvə hissədir süni intellektdə. Machine learning nə ilə məşğuldur? Süni intellektin riyazi və alqoritmik hissələrini öyrənən bir istiqamətdir. Data science-a çatanda isə machine learning-lə necə bağlıdır? Data science-ın ən qəliz hissəsi elə machine learning-dir. Machine learning-dən savayı olan tərəfi datanın işləmə prinsipləridir, müxtəlif statistik modellər, scraping-dir, filtrasiyadır və s. Bunlarla sırf machine learning məşğul deyil. Amma o işlər ki, gəlir data üzrə öyrənmək, proqnozlar vermək, o birbaşa gedib dirənir süni intellektə, machine learning modellərinə.
Və machine learning data science-in ən yağlı hissəsidir, belə deyim. Ən qəliz, ən çox vaxt alan hissəsidir. Yəni bir insan nüvəsidir, bəli. Bir insan machine learning-i bilirsə, onun üçün data scientist olmaq problem deyil. Qətiyyən problem deyil. İndi machine learning hansı hissələrdən ibarətdir? Belə deyim. Machine learning adətən nədə istəyir? Google-da axtarış edirik, bizim axtarışımıza uyğun sistemlər verir. Burada neyron şəbəkələr daha çox rol oynayır və digər machine learning alqoritmləri işə girir. Yəni terminologiyana çox da getmək istəmirəm. Və belə deyim, tutaq ki, ümumidə rekomendasiya sistemləridir. Machine learning alqoritmləri işləyir. YouTube olsun, nə bilim, həm data science də eyni anda bir də məsələn YouTube-da rekomendasiya olunan videolar. Çünki sənin dataların vardır. Sənin hər bir action'ın baxdığın video kateqoriyası, nə qədər baxmısan, nə qədər tez-tez baxmısan, bunların hamısını nəzərə alsaq, bunlar böyük datalar edir. Təkcə bir dənə fərddən götürsək. Və o datalar üzrə neyron şəbəkələr öyrənib bəzi qanunardıcılıqları tapır, deyir ki, okey, sən ona məsələn həftə axırları bu tip videolar daha çox maraqlı olur. Çünki səndən çox vaxtı həftə axırları bu tip videolara baxır. Məsələn, uzun podkastlara baxır və s. Yəni biz özümüz öz məntiqimizlə nə tər fikirləşib bu qanunardıcılıqları tapa biləriksə, onu machine learning-ə veririk. Və bəziləri sual verə bilər ki, onu özümüz ediriksə niyə machine learning-ə veririk? Yox, özümüz eləyə bilmərik. Söhbət orada trilyonlarla datadan gedir. Biz o qədər datanı analiz edə bilmərik. Amma automated machine learning alqoritmləri analiz edir və çox da yaxşı deyir onları. Okay. Amma sənin sualına sən cavab vermədin. Yox, machine learning üçün nə lazımdır? Yəni machine learning-in praktik tərəfi yox da. Bayaqıncı data science üçün onu dedik. Machine learning hansı segmentlərdən ibarətdir? Yox, yəni bunun tətbiqi riyaziyyat hissəsi var. Machine learning-i bacarmaq üçün fundament olaraq nə bilməlisən? Söhbət ondan gedirsə, əlbəttə ki, proqramlaşdırma bacarığı, alqoritm bacarıqları yüksək səviyyədə olmalıdır. Data strukturlar, alqoritmlərdir, funksional proqramlaşdırmadır, obyekt yönümlü proqramlaşdırmadır və plus tətbiqi riyaziyyat. Mən ümumiyyətlə bu amma Java bilməli deyirəm də. Yox, xüsusi bir dil ehtiyac yoxdur. Məsələn, bəziləri bilir ki, Python söhbəti də machine learning bir şey qeyd etmək istəyirəm. Nədənsə data science, data analitika və yaxud machine learning deyəndə cəmaatın ağlından Python keçir. Mən bilmirəm niyə. Okay, Pythonda yazırsan, o JavaScript-də də yazarsan, C++-də də yazarsan. Sən bu gecə tezi bu prosesləri kompüterə başa salmalısan. Kompüterdə fikirlərini başa salmaq üçün proqramlaşdırma dili istifadə olunur. Amma proqramlaşdırma dilini bilmək bu ixtisasa yaxın olmaq və yaxud bu ixtisası bilmək demək deyil. Qətiyyən deyil. Çünki əgər machine learning, data science Python olsaydı, onda hər bir Python developer avtomatik data scientist və yaxud da ki, machine learning injiner olardı. Gəl belə eləyək. O hissəmizə gələcək hələ. Mövzudan yayınmayaq. Gəl bir dənə informativ hissəmizi bitirək. Harasa 3-4 sualımız qalıb. Ondan sonra artıq boşluqlara toxunacağıq. İstər yerli bazar olsun, istər xarici bazardan gələn boşluq fərq eləmir. Yəni o demək deyil ki, bu Avropadan, Amerikadan gəlibsə, oradakılar yəni təkər ixtira edirlər. Yəni səhv varsa səhvdir. Deep learning nədir? Machine learningdə müxtəlif alqoritmlər var. Onlardan biri neyron şəbəkə alqoritmləridir. Deep learning isə sırf neyron şəbəkələrə aid olan bir istiqamət, neyron şəbəkələrin arxitekturasıdır. Məsələn, deep learning texnologiyaya aid nədir? Böyük dil modelləri deyirik də, LLM sistemləri, ChatGPT-dir. Bu deep learningdir. Yəni nəhəng neyron şəbəkələr. Nəhəng neyron şəbəkələr və nəhəng neyron şəbəkə arxitekturaları. Bu artıq birbaşa deep learningdir. Data scientist məsələn tutaq ki, neyron şəbəkələri müəyyən səviyyədə istifadə edir, amma deep learning məsələn müəyyən neyron şəbəkə arxitekturaları yaradır ki, məsələn biri şahmat oynamaqda yaxşıdır, AlphaZero, düzdürmü? Neyron şəbəkədə elə qurmusan ki, sırf şahmatda ən yaxşı performans göstərir. Və yaxud da ki, telefonda mən baxım sifətimi tanıyır, image recognition-da, yəni və yaxud da ki, Tesla maşına avtonom sürülməsi, deep learning modelləridir hamısı, dərin neyron şəbəkələrdir ki, onu öyrənir. Siri-dir, Alexa-dır, bunlar deep learning istiqamətidir birbaşa. Bəli. Funksionallığa görə dəyişir yəni bunların özləri. Bəli, funksionallığa görə dəyişir. Məsələn, machine learning image generator-la, video generator-la 100 dənə şey çıxara bilər. Necə image generator, nə bilim, image recognition olsun. Məsələn, deep learning modeli ki, məsələn tutaq ki, arkad oyunlarını oynayır yaxşıca. Məsələn, müxtəlif modellər var. Okay.
bu dəqiqə çox hype-dadır bu AI inteqrasiya məsələsi. AI integration injiner və AI injiner kimlərdir və fərqləri nədir bunların? Okay. Və bir də ümumiyyətlə bizdə bu sektor varmı? Okay. Var süni intellekt inteqrasiya mühəndisi, var süni intellekt mühəndisi. Bunlar kifayət qədər fərqli bir şeydir. Süni intellekt mühəndisi daha ümumidir. Həm machine learning-i, həm deep learning-i bacaran, yəni daha bir geniş bir şeydir. O əlbəttə ki, elm adamıdır. O çox güclü proqramçıdır, o çox güclü riyaziyyatçıdır və s. AI inteqrasiya, yəni olan AI modeli yaratmır. Olan AI modelləri sənin biznes, məsələn, sənin platformana inteqrasiya edir. Orada API-lar gələcək, texnoloji problemlər gələcək, sənin databazandan qoşulmağı. Daha çox mən AI inteqrasiya mühəndisin full stack developer kimi görürəm. Full stack developer kimi müxtəlif AI sistemlərindən xəbəri var və bilir ki, onlar nətər inteqrasiya olunur və sənin sisteminə, sənin biznesinə onu inteqrasiya edir. Okay. Onda AI-dən çıxmamış. AI agentlər nədir? Harda istifadə olunur və bir də bayaq sual yadımdan çıxdı. Bizdə nə qədər ölkədə bu dəqiqə sektor nə qədərdir? AI inteqrasiya mühəndisi. Yes, hələ varmı bizdə? Yoxsa hələ ki boşluqdur bu hissələr? Yavaş-yavaş formalaşır. Yavaş-yavaş formalaşır. Amma orada bir dənə problem var. Onu AI bizneslər üçün sualımıza gələrik. Onu da yadda saxla. Machine learning ops, ML ops. ML ops nədir? ML ops necədir? Daha çox DevOps-a bənzəyir ML ops. Məsələn tutaq ki, bir dənə machine learning injinerdir, mühəndisidir. Bir dənə data scientistdir. Bunlar modellər qururlar, olan dataları analiz edirlər və o modellər məsələn serverlərdə işləməlidir, düzdürmü? ML ops nə edir? ML ops mühəndisi həmin o modelləri götürür, serverlərə yükləyir. Olan datasının təmizliyin və qorunmağını təmin eləyir, monitorinqinə baxır. Məsələn, çox vaxtı bu machine learning modelləri səhv qanunardıcılıqlar tapır və səhv proqnozlar verir. ML ops bir avtomatik sistem yazır ki, onu avtomatik detekt eləyir və onu məsələn data scientistə və yaxud da machine learning injinerə deyir. Yəni ümumi bir data injiner kimi firmanı batmaqdan qoruyur. Hə, serverlərində, databazaların, server infrastrukturudur, databaza infrastrukturu sırf ML operationlara aid o infrastrukturu qurub, dəstəkləyib, monitorinq edən bir insandır. Okay. Növbəti etap gedək. AI agentlər nədir? Harda istifadə olunur? Potensialı nədir? AI agentlər deyəndə çoxsu onu ChatGPT, böyük dil modelləri kimi başa düşür. Amma ChatGPT-dir, böyük dil modelləridir. Bunlar AI agentlərdən biridir və yeni yaranan bir şeydir. Bunlar olmamışdan qabaq, məsələn, AI agentləri, Siri özü AI agentidir, Alexa özü AI agentidir, robotlar, avtonom robotlar, bunlar AI agentləridir. AI agentlər nədir ümumidə? Məsələn, mən müxtəlif AI sistemlərini birləşdirib bir biznesimi müəyyən bir işin avtomatlaşdıra bilərəm. Məsələn, praktik nümunə gətirim. LLM sistemi özün burada necə tapır, böyük dil modeli və indiyənəcən olan AI agentlər özünü necə tapır. Məsələn, mənim datama görə qanunardıcılıqları tapıb gələcək proqnoz vermək üçün bu çoxdandan var. Düzdürmü? Amma onu sırf mühəndis eləməli idi əvvəldən axıracan. O təkcə develop eləmək yox, mənim biznesimə inteqrasiya eləmək də lazım idi. İndi LLM sistemlərinə görə, yəni chatbotlara görə, qabaqcıl chatbotlara görə imkanlar dəhşət çoxalıb. Bu bəkdə gedən prosesdir, düzdürmü? İndi mən birbaşa istifadəçinin özünə kommunikasiyaya girə bilən də AI agent qura bilirəm qabağı. Məsələn, Gemini və yaxud da ki ChatGPT. Hansı ki real time danışıram onunla. O müəyyən prosesləri arxada qoşur və o arxada da başqa AI agent modelləri işləyir. Belə. Yəni müxtəlif AI, bu Lego konstruktor kimi də müxtəlif kubiklər var. Bir motoru var, təkəri var,
Yəni birinin bord idarə etmə sistemi var. Məsələn, bu Lego özü də bu AI agentlərdə, məsələn, bord sistemi. İndi o Lego robota, məsələn, mən yeni bir AI agenti, bu son illərdə yaranan AI agenti də qoyuram. Məsələn, tutaq ki, Siri-nin LLM-lə inteqrasiya olunmuş forması. Danışıram ona real time. Mən artıq danışığımı daha rahat başa düşür və avtomatik arxada proseslər aparır. Məsələn, Telegram chatbot kimi. Və yaxud da ki, biraz da belə deyim, adamlara daha yaxın olan şeylər də Bəli, adamlara daha yaxın. Məsələn, tam ki Instagramda müştərilərə cavab verir. Instagram postlarını hazırlayıb yükləyir müxtəlif platformalara, nəinki Instagram. Həm YouTube üçün də video hazırlayıb YouTube-a yükləyə bilər. Bəli. Sonra Google kalendarını düzəldə bilər. Həm hər hansı mitinqə girmisən, mitinqdən sonra sənə və digərlərinə e-mail göndərir, hansı ki hər vəzifəyə uyğun olaraq, yəni ona o informasiya lazımdır, onu göndərir. Bəli. Başqasına başqa informasiya lazımdır. Yaxşı, həll edib problemi bildik. Bəs hansı problemləri yaradır? Maraqlı sualdır. Bu digital infrastrukturadan əlavə, məsələn, adi AI robotlarda, məsələn, tutaq ki, yeməyin çatdırma, xaricdə daha çox populyardır bu. Robotlar var ki, yeməyə sifariş versən, gətirib çatdırır da sənə. Yandex robot görmüşəm, Moskvada. Yandex. Bu iki dənə AI agent var, sadə baxsaq. Biri müştərinin danışığını başa düşür, dil sistemi, NLP sistemləridir. Biri isə həmin robota task verir ki, sən filan yerə çatdır bunu. İki dənə AI agent sənin bir dənə çatdırılma, başa düşmə və çatdırılma işini eləyir. Yəni sırf digital infrastrukturada yox, fiziki infrastrukturada da ola bilər. Bir dənə sual dedin, Emil? Emil deyirdi ki, nə problem yaradırsan? Problemlər çox yaradır. Yəni həll elədikcə problemlər də çox yaradır. Məsələn, yaratdığı problemlərdən biri nə qədər bu sistemlərin belə deyim, sərbəst olmasına güvənə bilirik. Və yaxud da ki, bəlkə mən məsəl üçün deməzdim ki, AI agent durduğu yerdən kiməsə problem yaradacaq. Ya bunun konfigurasiyasında səhv var. Bəli. Hansı ki bu belə deyim də sən adi AI qoyaq kənara öz şirkətinin mərkəzləşdirilmiş sistemini qurursan, səhv proqramlaşma dili seçəndə o proqramlaşma dili gəlib sənə nəsə eləmir ki, sən səhv seçmisən də, sən bunu düzgün istifadə eləmirsən. Və yaxud da ki, AI modelləri düzgündür, datan düzgün yığılmır, səhv data üzrə öyrənilən nəticələr də səhv olacaq. Yəni nəzarət lazımdır yəni. Bəli, yəni sən tam hər şeyə güvənə bilmirsən. Üstəlik məxfilik söhbəti. Nəinki burada texnologiya, adi məsəl üçün bir satış mütəxəssisi qoşulub tutalım ki, komandaya. Elə satış mütəxəssisinin necə gəldi bir treninq verirlər. Yalandan da indi belə olur. Əlbəttə ki, orada satış mütəxəssisi də səhv eləyəcək də. Yəni bəli. Daha çox düzgün yanaşma, dəqiq nə istəyirsən sən ondan eləsin. Düzgün data və reallıqla yaşamaq lazımdır. İnformativ sən bitirdik. Rüstəm, təşəkkür. Topladığımız sualların düşünürəm hamısını cavabladıq indi. Kimin sual olacaqsa komment yerinə yazar. Vaxt olduqca artıq onu da baxarıq, cavablayarıq.